Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Aprel ayının 9-da inəkləri suya ötürdüm. Marşa getmədi. Gah o yana qaçdı, gah da yana qaçdı, apara bilmədim. Bugün o qədər yağış da yağmayıb, çayın suyu lilyanıb, artıb. Bəlkə hava xoş olub, qar əriyib, o qədər yağış yağmayıb bax. 20-30 dəqiqə yağmayıb, yağsa da narın. Çayın suyu lilyanıb, çoğumur ki. Sabah TV kəndinin axırı çölləmə gedir Cavaş ərazisinə. Hələ ondan da aşağı Narvız çeşmələri deyilən yerə gedəcəklər. Orada həm su oldu, həm də Cavaya görə biraz aramdır. Dolu qar yağsa orada inəkləri çox incitməz. Otlar dayanmadan inkişaf edir. Geri dönüş olmayan bir prosese giriblər. Ta o vaxta qədər ki, toxunmayı vegetasiya dövrünü bitirib ömürlərin sona çatdırana qədər. Həyətlər münbit torpaq olan yerlər tam yaşıllaşıb. Sarıqayada hələ inkişaf yox. Bu qədər yağınlığından çıtlaq deyilən bir ot var, indi yamyaşıl olmalıydı. Deməli onlar da hələ istilikdən pay almayıblar. Dəlxumlar, tol çözəklər torpağın münbitliyi hesabına bir də heyvan düşmür, ona görə boya atıblar. Çox keçməz, biçilməli olarlar. İnəklər dəriyə getdi, ola bilsin ki, orada söyük yarpaqlarına başları qarışıb. Niyə tez qayıtmadılar? İnəklərin adın isə qulaqların boş. Səfərdən o tərəfə ota baxırlar, deyirlər, bizi buraxan olsaydı otda nə yeyərdik. Bizim inəklərdən başqa bütün inəklər naxıra gedir. Göy otdan doyub. Maşanın səsidir, gedib tövlənin qabağında durub gələk ona 2 vedrə su verək. Heç olmasa işimizin birini yüngülləşdirirdi. Gedib çayda dərədə içirdi. İnəkləri də maşına da tövləyə qatdım. Küçə bazadan bir mövzu çıxmadı. Gətirmişəm bağımıza. Suya nəzarət eləymişsin. Uzaqdan buraxırıq 5-6 metr gedir, batır. Gərək şlangı hərdən irəli çəkəsən 5 metrdən bir. Yerin axırına qədər axa gedə.
Kənd arxından su varanda 4-5 nəfər səfərbər olurdu. Kəndin elə dərələri var idi ki, orada mütləq bir nəfər durmalı. Su suvarmada qayda qanun yox idi. Kim kimin suyunu kəsdi. Bizim məhəllələrdə suvarmalı torpaq çox idi, növbəyə qoyurduq. Mən suvardım, məndən sonra kim idi? Gecə yarı da olsa suvarırdıq, işıq çəkirdik, bateriyaları zaryadkaya qoyurduq. Ancaq yuxarı məhəllədə, yəni meydan məhəlləsidir, qaramalıq məhəlləsi. Onlar kimin suyu gəldi kəsərdilər. Bəd nizamıydılar. Bir nəfər gəlib durardı. Kamu teatrın qabağında, bir nəfər dərədə, bir nəfər alça dibində, bir nəfər xanım qızın bağına, bir nəfər hasara gedən axta 4-5 nəfər lazım idi. Su suvaranda mütləq kətdə bir neçə nəfərlə üzgöz olmalıydın. Elə hayasız adamlar vardı ki, hər gün suyu kəsirdi. Hər öynə kəsirdi. Söz də demək olmurdu. Qan çanağı idi. Məcbur qalıb gecələr suvarırdıq. Gecə 2-dən, 3-dən sonra su başına qalırdı. Gətirib ötürdü həyətə. Bir nəfər dururdu yerin aşağı tərəfində, bir nəfər üstdən vəryanı dəyişir. Yəni bəryan, üzü bəri deməkdir məncə. Gəlib aşağı çatanda deyirlər ki, çıxdı, qoy biraz neştovu da geçsin. Yəni 5-6 dəqiqədə axsın, yerdən aşağı geçsin ki, o tərəf torpaq suyu çəksin. Səhərə yaxın su suvarmanı bitirdik və yaxud da 8-ə 9-a da çəkirdik. Çünki göz açıqlar da var idi. Səhər erkəndən 5-dən 6-dan gedib yenə suyu kəsirdilər. İndi adlarını demirəm. Elə adamlar düşmən başına. Kənd üçün bir qara yaradı. İkinci ildə qayda qanun yaratdılar kəndimizdə. Cuvar təyin olundu. Bələdiyyə yaranmışdı ya yox bilmirəm. Səbuhi ilə Niyazi. Suyu bollayıb gətirib ötürdülər həyətə. Deyirlər ki, su var. 20 qəpik verəsən bir Məmməd idi o vaxt. Elə olurdu bir günə 10 nəfər həyət bacasını suvarırdı. Çünki suyun üstündə dururdu. Onlar gelib gəlirdilər. Qəti də tapşırmışlar ki, heç kim kəsməsin. Sən qutardın, axıdırlar qonşunun həyətinə. Onlarda evdə adam yoxdursa, başqasına deyirlər ki, sən suvar, o səndən sonra suvarar. Həftədə bir dəfə bağımızı suvarırdıq, bezmişdik. Daha deyirdi ki, bizə su lazım deyil. İndi ancaq çayın suyu anqırıb gedir Araza tərəf. Nəsirvaz kəndindən bir qol gəlir. Heç vaxt qurumur. Yenə su problemi var. Yenə davadalaş var. Su üstündə savaşanlar faizdə barışardılar ya da ki, ot biçimində. Çox da küsü saxlamazdılar. Elə cingələr vardı ki, əl-bayaxa savaşa da girirdi. Başa bel zərbəsi vurmaq nə, daş dolazlamaq nə. Mən balaca idim, o vaxtlar elə hadisələr yaşamamışam, ancaq getdim, gördüm, suyu kəsiblərsə doldururdum, gəlirdi. Babam su suvarmaq günündə kəndə çıxanda heç kəs kəsməzmiş onun suyu. Qırımını çox yaxşı tanıyırmışlar, bilirmişlər. Bir dəfə gedir Məşdəl Abbasın bağının yanından keçəndə görür ki, Fatma xala suyu kəsib maşları suvarır. Deyir, Fatma xala suyu kəs, suvar maşları ötür geçsin. Yolumuz uzaqdır, hər vəryandan bu qədər geçsə bizə su yeyib çıxmır, kəndin ayağındayıq. Deyir, yox, gedir alça dibinə, dəhniyə. O vəryana buna baxır, gəlir görür ki, Fatma xala yenə suyu kəsib ötürüb maşları. Babam eləmə tənbəllik, suyun hamısını bollayır bunun maşına tərəf. Deyir, indi su var. Su maşların bir taxtasını yuyur, aparır.
İndi bizim bu bağımıza kənd arxından su gəlmir. Kənd arxından məhəllədə bir neçə nəfər istifadə edir. Həbibdir, sahibdir, Hüseyin ağadır. İstəsək biz də gətirərik, ancaq arx yoxdur. Yola buraxırsan, yolu dərinə salır. Söz söhbət olur. Şlanqından çəkirsən, daşqın doğur içinə, bir günə yenidən şlanqı təmizləməlisən, təmizləyə bilsin. Neçə illərdir elə Dili çayından gələn 50'lik şlanqla məhəllədə 3 nəfər ötüşürük. Elə məhəllədə çoxu çaydan öz hesabına, öz xərci ilə su çəkib çənlərə doldurub suvarılır. Su indi qalıb başına, alsa dibin suvarmaq lazımdır. Torpaq var, sahibi yox. Xanımızın bağında da o qədər torpaq suvaran yoxdur. O tər məhəllədə də. Demək olar ki, su suvarmaq başınadır, fərasatlı adam olsa. Bir neçə dənə də xatirə var, su suvaranda böyük uşaqlardan eşitmişdim ki, böyük dərədən gəlib o tər məhəlləyə su kəsirdilər. Yaxında da Məhəmməd Ələminin təndir var idi. Girib onlar yatırmış orada. Kimsə gəlib suyu yıxdı, getdi, bunlar durub bağlayırmışlar. O gedirmiş həyətə, bir də qaydanda gizlən qaç oynayırmışlar. Bir gecə mən də çox yuxum gəlirdi. Orada durmuşdum, yadıma düşdü. Suyu kimsə kəsmişdi, onu bolladım biz tərəfə. Bateriyam vardı, girdim təndirə, çörək pişirilən yerə, təndirə sərə. Gördüm orada çörək yapanlar, qadınların üstündə oturduğu döşəklər, döşəkçələr var. Onlardan bir ikisini attım altıma. Uzandım, bir ikisini də attım üstümə. Ancaq qulağım səslədi. Yarım saat, bir saat keçmişdi, gördüm. Ayaq səslər gəlir, bel taqqıltısı. Suyu kəsdilər, gözlədim. 10 dəqiqə o gedəndən sonra durdum, yenə bolladım, gəldim, yatdım. Səhərə qədər gizlən qaç oynadım. Qayda qanun yaradarlar, dedim ki, su problemi yoxdur. Elə onlar 3 gündən bir sənə su növbəsi çatar. Bizim Siyon rayonunun Ərəbsə kəndində köklü qohumlarımız var. Əvvəlki videolarımda demişəm, axı Türkiyənin Karaman bölgəsindən gəlmişik. Xristiyan türklərik, bizim əslimiz müsəlman olmayıb. Orada türklər yola verməyib, 3 ilə qədər dövlət qurub, idarə olunub, Osmanlı güclənib bir tərəfdən dövlət süquta uğrayıb, bir qismin Yunanistana deportasiya ediblər ki, bəs siz Yunansınız, Rumsuz, türklər müsəlman olmalıdır. Yunanla da deyirsiniz, türksünüz. Nə türklər qəbul edib, nə Yunanlar, bir qismi qalıb ortada, köç edib gəliblər Şimali Azərbaycana. Hansı ki, elə bu bölgədən də çıxıb gedib orada dövlət qurmuşlar. Osmanlıların özü də, Səlcuqlar da şərqdən gediblər Anadoluya. Söhbətim yarımçıq qaldı ki, o qohumlarla uzun müddət get-gəl olmuyor. Varlıqlar haqqında bizim də xəbərimiz olmuyor. Onlar da axtarışda olub. Haradasa 54-55-ci illərdə, bəlkə də 1-2 il oyan bəyan ola bilər. Babamla Qurban əmim, bir də Səfər əmi. Üçü də qohumdur, həm oğuldular, həm uşaqdılar. Əsgərlikdən papam gəlib, qonaq çağırırlar Ərəbsə kəndinə. Gedirlər orada, bütün qohumlar hər gün qonaq çağırmışdır. Qurban əmi deyir ki, gördüm ki, bağ-bağça yanıb. Ax verdi əmi, dedim. Bəs bağ yanıb, ax deyirə bağın yaxınlığından geçir. Sudan qoşum gəlsin, həyəti suvaraq dedim, nə badə. Əgər burada ağaçlar kökündən qurusa belə, öz növbən çatmasa, sən kiminsə suyunu kəsə bilməzsin. Sözüm ona gəlir ki, bir kəhri suyuyla bir kəndi suvarırlar. Bir neçə çaydan su çəkib gətiriblər TV kəndinə. Bəzi məhəllələrdə elə həyətlər var ki, güllük, gülistanlıq, bəzi həyətlərdə ağaçlar da quruyub.
Bizim əmallardan bir qismi də Qax rayonunun Almalı kəndində yaşayır. Ərəbstədə olanlar hamısı köçüb gediblər Bakı şəhərinə. TV'də də biz o soyuq davam elətdiririk, qurumağa qoymuruq. Onsuz da əcdadlarımız çox əziyyət çəkiblər. Sağ olun, hörmətli izləyicilər, salamat qalın. Növbəti videolarda görüşərik. Suyun vəryanını da 2 dəfə də dəyişim. Görüntülər gözəldir, hər tərəf yamyaşıl, möhtəşəm. Biz də görüntü ətrafında azdan çoxdan söhbət elədik. Yaxşısın, pisini bağışlayın. Növbəti videolarda görüşək.